Zaten biz bilgisiz gəlmişik deyəndə ki, biz gələndə bilgiləri sıfırlayıb gəlmişik ki, buradan təzə bilgilərlə. Əslində bilgilərə çatmaq insanın icazəsi var. Adəmə necə ki Allah hər şeyin adını öyrətmişdi. Amma o çatmaq üslubuna çatmaq üçün yolu tapmaq məsələsi var. Mən niyə sistemli təfəkkürdə, niyə müdrikləşmədə, niyə görə transformasiyadan danışıram? Məqsəd onların bu təlimin, transformasiya təlimində, kimlik təlimi misal gəldiniz, gördünüz də, onların məqsədi insanın o həyatda olma səbəbini və o həyatı oxuya bilmə qabiliyyətini gücləndirməkdir. Həmin o açılışma imkanını əldə etməkdir ki, insanın bəsarəti açılsın, görə bilsin. İndi biraz yekəl danışmaq olmasın bu barədə, amma indi təlimi keçənlərindən gördüklərimiz, eşitdiklərimizdə bu prosesdə o xoşbəxtlik gəlir də. Sən artıq hadisələrin ağrısını çəkmirsən. Bu yaxınlarda Qeydar Camalın bir çəkilişlərindən birinə baxdım. Tədbirlərdən birindədir bu tweet çəkilişlərində olub. Hardasa bilmirəm, Avropada deyəsən nəsə bir partlayış olmuşdu. Deyəsən cihadsat məsələsi ilə bağlı idi də, bu terrorist zatlar teması idi. Bundan sual verirlər ki, bəs siz yazığınız gəlmirmi onlara? Deyir, yox, Allahı tanıyan yazığı gəlmir. Çox maraqlı cavabıdır ya. Allahı tanıyana? Allahı tanıyanın yazığı gəlmir. Çünki qəbullanır. Prosesləri görə bilir, səbəbləri görə bilir, mahiyyəti görür. Səbəb sözü bəlkə səhvdir orada. Yəni, əslində olmalıdır da, yəni. Ədalət anlamının problemi var bizim üçün. Biz ədaləti başa düşmürük. Məncə heç biz ümumiyyətlə ədalətdən danışmağa ixtiyarımız yoxdur. Xoşbəxtlik danışdığın ədalətsizlikdən danışa bilmərsən. Ədaləti başa düşmədən xoşbəxtlikdən danışmaq olmaz. Ədaləti başa düşmədən. Zahid müəllim, biz əgər Allaha etibar ediriksə, biz Allahın bizə buyurduqlarını yəni, sorğulaya bilmərik. Biz o kəslər deyilik. Biz sorğulamadan dərk edə bilmirik. Bizim sorğu etmək daxili istəyimiz var. Bilirsiniz, insanların həyatı qəbul etmə formatları var. Dövrlər üzrə bunlar dəyişib. 4 format var. Folklor baxışı, din baxışı, fəlsəfə baxışı və elm baxışı. Bunların bir-birindən fərqi var. Niyə görə? Bunlar modellərdə fərq nədədir? Mən bir-ikisini deyəcəm. Din baxışını, misal üçün, onun xristianlıq dövründə daha çox şey olub. O, papaların zaten istifadə etdiyi texniklər, yəni o tərəfdə daha çox, İslama qədər dərin aidiyyəti yoxdur. Din baxışında sual vermək yox idi. Yəni, sənin ixtiyarın yox idi sual vermək. Bugün biz deyəndə ki, sorğulamaq ixtiyarın yoxdur, biz bir növ dayandırırıq, deyirik, həmən o baxışdan yanaşırıq. Amma insan təkcə dini dünyada yaşamır. Zahid müəllim, onda belə çıxır ki, biz Allahın verdiklərini sorğuluyuruq. Dərk etmək üçün sorğulamaq mümkün bir şeydir. Dərk etmək üçün. Axı biz niyə? Bəzən bu məqamda çox vacibdir ya, sorğulamaq məsələsi ilə bağlı. Baxırsan ki, bir tədbirdir, oponentlər var, bunlar müzakirə edirlər. Oponentlərdən biri durur, deyir ki, mən kolleqamı eşitdim, çox hörmətli kolleqam filan kəs, mən onun dediklərinə bağlı bir fikirlər söyləmək istəyirəm. Sonra keçir, az qala onu divara dırmaşdırsın. Bu hörmətli dediyindən sonra bu elədiyin nədir? Məqsəd baxırsan ki, sual vermək deyildi, məqsəd sındırmaq idi. Özünü göstərmək idi. Bəli, təkəbbüründən yana. Sorğulamaq həmən bu təkəbbür məqsədi iləndirsə, o sorğulamaq deyil. Sorğulamaq dərk etmək məqsədi iləndirsə, həqiqətən başa düşmək məqsədinsə, bu sorğulamaq düz sorğulamaqdır. Hə, niyyətdir. Yəni burada niyyət gəlir. Əlbəttə niyyət gedir. Baxın da, təsəvvür edin ki, siz bir məsələ açıqlamısınız və sizin kolleqalar, yəni iş yoldaşlarınız sizə ümumi şəkildə sizin gəlmək səbəbinizi aydınlaşdırmaq üçün sual verirlər. Bu normaldır da, o da başa düşmək. Bir də var ki, prosta sizdən o cavab gəldiyi üçün sizi sındırmaq istəyirlər. Bilirsiniz, mənim yadıma nə düşdü? Bilmirəm, TV-də burada deyək deməyək, amma deyim də yaxşı. Bizim bir nəslimizin bir ağsaqqallı bir mollamız var, dostumuz. Qurban müəllim də ağsaqqaldır. Adam bu Ərəbistanda oxuyub, dini gəlib, çox maraqlı bir insandır. Corat qəsəbəsində yaşayır və bizim demək olar ki, yasların hamısını o aparıb. Mənim üçün də çox böyük hörməti olan adamdır. Mən uşaq olandan bizdə nə yas olubsa onu görmüşəm də. Yəni belə münasibətimiz də yaranıb o ağsaqqalla. Amma indi bir münasibət yaxınlaşanda adam bir zarafatlaşması da olur da, bir mollaya sual məsələsi var. Bir dəfə sual verirəm, bilmirəm hansı vaxt idi. Deyirəm ki, Qurban müəllim, bu
Cəbrayıl mələyin işi nədir? Deyir ki, Cəbrailin işi peyğəmbərlərlə Allah arasındakı rabitəni yaratmaqdır. Deyirəm, qəşəng əla. Bəs Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdirmi? Deyir, hə, sonuncu peyğəmbər. Ondan sonra peyğəmbər gəlməyəcək. Yox, ondan sonra peyğəmbər gəlməyəcək. Onda belə çıxır ki, Cəbrail pensiyadadır. Bu sual həmən bu ilişmək sualı idi də. Burada öyrənmək deyildi. Mən bilərəkdən bu sualı verirdim. Məzələnirdim bir lord ilə desək də. Yenə də Qurban deyir o üzüm ayağının altına, yəni Allah can sağ eləsin. Prosta bunu göstərmək istəyirəm ki, var sual vermək hansı ki dərkə gətirir. Sorğulamaq sualı odur. Var sual vermək hansı ki mən bilirəm, prosta səninlə məzələnirəm. Yəni bu sual verməklə bəli heç yana da çıxmayacaqsan. Orada müzakirə getmir. İnsanlar bir-birinə düşmən olurlar, nəinki yol gedirlər. Onun üçün sən dərk üçün sual vermək düz sualdır, düz yoldur. Fəlsəfə yolu sual vermək yoludur. Fəlsəfənin bir mənası müdrikliyə gedən yoldur.